Əgər bu epizod Neftçinin yox, sizlərin qapısında olsaydı, biz bugün yenə bunlara danışacaqdıq. Yəni burada elə bir reallıq var ki, yəni bu reallıqdan qaçmaq mümkün deyil. O əslində sadə epizoddur. Burada məsələ bayaq qeyd etdiyini mən inqilabda günah görmürəm. Təbii ki, bu epizodda var müdaxilə eləməlidir. Məsələ ondadır ki, oyunun içində əksəriyyət daha çox bu epizoddan danışır. Bundan başqa da inqilabın toxunuşları var oyuna. Dırnaqarası toxunuşları var. Bir penaltı epizodu var. 2 penaltı epizodu var. Hətta 2 penaltı epizodu var. Vara gedir, hətta birində baxır, qayıdır, gəlir. Penaltı verilmir. Penaltıyı qoydun bir kənara. Nizam, əksəriyyətin diqqətindən qaçır və çox müzakirə olunmur. Xahiş edən Michels'lə bağlı görüntüləri biz efirə gətirək. Michelsin bir epizodu var. Qaydanı pozduğuna görə futbolçu sarı vərəq alır. Və sarı vərəqədən sonra gəlir hakimə bir reaksiyası var. Və Qurbanberdiyevlə bağlı bir görüntü var. Paralel, bənzər bir epizoddur. Fərqli qərarlar görürük. Bu epizodda Kəpəz Turantovuz oynadı bu. Qurbanberdiyev göstərməyə çalışır. Göstərməyə çalışır hakimə, 4-cü hakimə və anında qırmızı vərəq alır. Birbaşa qırmızı vərəq alır Qurbanberdiyev buna görə və hakimi sonradan davamında təhqir etdiyi üçün 5 oyunluq cəzalanır. Və bənzər epizodda Michelsin İnqilab Məmmədova hərəkətinə bax. Sarı vərəqi alandan sonra futbolçunun bu reaksiyalarıdır. Ona görə. Həmin nöqtəni tam da ekrana gətir. Ahmet, diqqət elə bir dənə həmin epizoda. Michelsə bax. Mən bunu gözdən qaçırmışdım. Bu birbaşa qırmızı vərəqəli. Michelsin sarı vərəqəsi olduğu halda İnqilab Məmmədov hələ sarı vərəqəsi var epizodun əvvəlində. Və bunu açıq-aydın görür. İnqilab Məmmədovun gözünün qarşısındadır bu epizod, bu hadisələr. Özdə deyir ki, sən nə edirsən ha? Yəni belə o bədən dili ilə də. Bunun adını nə qoyaq? Bu nə deməkdir? Bunun adını bax Abbakarın da epizodunu zəhmət olmasa tapıb qoyarıq da, zəhmət olmasa Nizat Silva ilə bağlı. Bunun adını biz sən nə qoyaq? Bax mən sənə gəl indi belə bir söz deyim. Eyni liqadır, amma düzdür istəyirəm sözü. Buyur. Eyni liqadır, bənzər epizoddur. Buyur. Kənarda baş məşqçiyə qırmızı vərəqə verilir. Birbaşa qırmızı vərəqə, amma Zirənin futbolçusu Michelsə heç bir reaksiya yoxdur. Nə sarı vərəqə verilir, heç ümumiyyətlə bir sərt xəbərdarlığı da yoxdur futbolçuya. Sadəcə sanki belə də olmalıdır. Məsələ budur. Biz Neftçidən niyə çox danışırıq, Ahmet? Problem ondadır ki, mövsümün arxa qalan bölümündə bir epizod tapıb çıxardıb ortaya göstərə bilmərik ki, Neftçinin lehinə qərar verilib.